Hansı dərsdəydik? Rasional kəsirlərdə müəllimə. 11 illiyi vermişəm. Bəli, birinci hissəni. Tamam. Syo, gəlin başlayaq. Uşaqlar, əsasən onları dinamikalardan yazacaqsınız. Baxın, nə deyirəm? Başlayaq. Deməli, deyin birinci bölmədən suallarınızı. Jələm deyin. Tünzələciyim nə əcəb gəlmədi elə. Deyin suallarınızı Əli, deyin. Nuran deyin, Aybikə deyin. 27 28 28. Sonra? Deməli, mənlə baxmışdınız da hamısına. Rahat yaza bilmişsiniz evdə. Yaxşı. Deyin səhvlərinizi birinci bölmədən başqa. Yoxdur yəni. Var müəllim, axırıncı soru. De. 34 35. 34 35. Yaxşı. Başqa? Kimsə gəlir. Yenə qəbul edir. Neredesən sən? Xoş gəldiniz müəllim. Yeməyimi yedim, onun üçün gəldim. Nuş olsun. Günorta yeməyidir, yoxsa nahar yeməyidir o? Günortadır. Hə, tamam. Yaxşı. Yenə kimsə gəlir. Bir dənə göz. Xoş gördüm sizi də. Sesiniz gəlmir. Xoş gördüm. Xoş gördüm, sağ olun. Necəsiniz? Mən də yaxşıyam, yaxşı olasınız. Bilirsiniz də məlum səbəblərdən dolayı. Hə, yaxşı, yaxşı. Deməli belə. Ay Allah, mən indi şüvən salım burada. Nuran, Solmaz, Gülçin, Nərmin, Tünzələcim, açın kameralarınızı. Nərmin, sual var. Bəli, müəllim dedim. Hə, əlavə yoxdur, Jale yoxdur. Müəllim 31. 31-i qeyd elədim. Başqa yoxdur. Müəllim, axırlar var biraz. Nə var Jale? Axırlardan 28, 29, bir də 31. 28, 29. Yaxşı, başlayaq da onda. Özür dilərsiniz, mən başladım. Deməli belə. Gəlin, başlayaq. 27-ni izah eləyirəm. Zəhmət çəkin 28-i özünüz yazın, tamam mı? Deməli, əksəriyyətin sualıdır və kimsə yenə gəldi. Necəsən? Yaxşı müəllim, siz necəsiniz? Mən də yaxşıyam, gözələm. Sən də yaxşı olasan. Uşaqlar, baxın, bir də yuxarıda haşiyə çıxıram. Baxın, siz A-nın qüvvətində, bir dənə bunu böyüdək biraz. A-nın qüvvətində M üstəgəl N-i A üstü M vur A üstü N kimi parçalaya bilərsiniz. Bu A-nın qüvvətində M çıxılsın N olsa, bunu da A üstü M vurulsun A üstü mənfi N kimi parçalaya bilərsiniz. Gəlin bunu yazaq yuxarıda. 2 üstü M vurulsun. Baxın, burada o dediyimi tətbiq eləyirəm. 3 üstü N vurulsun, 3 üstü mənfi 1 vurulsun. Vurulsun deyil, çıxılsındır. Çıxılsın. 2 üstü M vurulsun 2 üstü mənfi 1 vurulsun 3 üstü N. Aşağıda da 2 üstü M ilə 3 üstü N. Uşaqlar, uşaqlar, uşaqlar. Baxın, burada diqqətli olun. İstəsəz olmayın, imtihana düşəcək. Deməli, 2 üstü M-lər ortaqdır. Bir də 3 üstü N-lər ortaqdır. 2 üstü M ilə 3 üstü N-i çıxartsaz, 3 üstü mənfi 1 çıx, 2 üstü mənfi 1 qalır. Aşağıda da var da 2 üstü N vur, 3 üstü N. Xoşbəxt olmur bunlar, ixtisar getmir. Gedir. Nə qaldı? Bir də surətdə 3 üstü mənfi 1 çıx, 2 üstü mənfi 1. Ədədin mənfi qüvvəti nə deməkdir? Deyin gəlsin. Bir dönüsün. Bəli, 3-də 1 çıx, 2-də 1. Bu da orta məxrəcə gətirirsiniz. Bunu 2-yə vurursunuz, surəti də vurursunuz. Bunu 3-ə vurursunuz, surəti də vurursunuz. Bu da olur 6-da 2 çıx, 6-da 3. Yəni 6-da mənfi 1. Aybikə başa düşürük. Çatdınız. Hə. İndi sizin öz öhdəliyinizə buraxıram 28-i. Sileyim bunu uşaqlar. %28'i yazın görək özünüz. Buyurun, bax getdim. Neçə? Mənfi olur. Mənfi olur.
Mənfi Mən mənfi 20. Mənfi 20 məncə. -20. Mənfi 20. Gəlin baxaq görək doğrudurmu? Hə, kimsə gəlmək istəyir. Bir Siz- yaxşı olasan, xoş gördüm səni. İndi durmusan sən bala. Tarixdən çıxdım 5 dəqiqə dedim uzanım. O 5 dəqiqə neçə saat oldu? Neçə dəqiqə oldu? Bir saat. 1 dəqiqə. Tınzali ilə bir yerdəsiz də orada. Siz deyənmirsiniz ki, Fərzəli müəllimə bir Mənim tezdən 9-da giriyor dərsə xoruzdan əvvəl biz banlayırıq. Yaxşı. Uşaqlar, Allah səni güldürsün. Yuxarıda olur 4 üstü m, vurulsun 4 üstü 1, vurulsun 5 üstü n. Çıxılsın 4 üstü m, vurulsun 5 üstü n, vurulsun 5 üstü 1. Aşağıda da eyni proses, sadəcə qüvvətlərdə mənfi var. 4 üstü m vurulsun 4 üstü mənfi 1. 5 üstü n vurulsun 5 üstü mənfi 1. Ayşən xanım diqqətli olun. Yuxarıdan ortaq vuruq 4 üstü m, 5 üstü n-i çıxardıram. Baxın 4 üstü m-lə 5 üstü n-i çıxardıram. Qalır 4 çıxılsın 5. Aşağıda da qalır 4 üstü m vur 5 üstü n vurulsun 4 üstü mənfi 1, 5 üstü mənfi 1. Bunlar ixtisar gedir. Yuxarıda 4-dən 5 çıxanda mənfi 1 qalır. Aşağıda isə 4 üstü mənfi 1, 4-də 1 deməkdir. 5 üstü mənfi 1, 5-də 1 deməkdir. Nuran. Bu olur mənfi 1 bölünsün 20-də 1. 1-i 20-də 1-ə böləndə bölmə vurmaya çevrilir, kəsir tərsə çevrilir, olur mənfi 20. Görək gələn kimdir video? Cəsən qızım. Yaxşıyam, siz necəsiniz? Mən də yaxşıyam, yaxşı olasan. Dayananmadın gəldin hə? Bugün qoşulmayacaqdın. İndi çatdım evə. Hə, gözəl, qəşəng, yaxşı eləmisən. Qızım, gəlişinin şərəfinə bu sualı yenə sənə izah elətdirək. Nəsə elə bil keçən dəfə də sənə izah elətdirdim deyə xatırlayıram. Ya yox. Mən izah eləmişdim. Avqust 33, bunu Avqust 33 11 üstü 3, üstə gəl 1 üstü 3 kimi yazırıq. Aşağıdan da Ağustos 11-i çıxardırıq. Qalır 1, çıxılsın Ağustos 11, üstə gəl Ağustos 22. Yuxarını Avqust 11 üstə gəl 1 bölünsün 11 qaldı. O da eyni şey çıxır da. O çıxarsa ixtisar gedəcək, bir dənə o qaldı. Bəli, bəli, tamamilə doğrudur. Yuxarıda Ağustos 33 üstə gəl 1-i, Ağustos 11-in kubu üstə gəl 1-in kubu kimi baxa bilərsən. Solmaz. Bu da nədir? Bir dəfə Ağustos gəl 1, Jali sən sualın olmalıdır. A-nın kvadratı, Ağustos 11-in kvadratı, kvadrat 11-ə vurulduğuna görə 22 olur. Çıxılsın AB hasili, üstə gəl B-nin kvadratı. B də 1-dir də, kvadratı da 1 eləyir. Aşağıda da Ağustos 11 vurulsun 1, çıxılsın Ağustos 11, üstə gəl Ağustos 22. Jalən, bax bunlar ixtisar gedir. Yuxarıda qalır Ağustos 11 üstə gəl 1, aşağıda da Ağustos 11. Yaxşı. Silin bunu. Jalə bildin? Jalə buradadır. Jalə buradasan, yoxsa yox? Jalə elə bil burada deyil. Yaxşı Jalə xanım, yaxşı. Deməli belə, 31 nömrəli sual. Uşaqlar, deyir A-nın hansı qiymətində bu kəsir ixtisar olunmayan düzgün kəsirdir. Gəlin vuruqlara ayıraq. Yuxarıda ortaq vuruğumuz A-dır. Çıxardıram, qalır A-2. Aşağıda da ortaq vuruq 18-dir. Çıxardıram, yenə qalır A-2. Düzdür, A-2-lər ixtisar gedir. Amma mən yuxarıda qeyd etməliyəm ki, A əsla 2 ola bilməz. Olarsa məxrəc 0-a çevrilər. Əli. Bu da olur A böl 18. İndi bunun düzgün, bunun ixtisar olunmayan düzgün kəsir olması üçün nə qoysaq? Misal üçün A-ya 1 qoysaq 18-də 1 ixtisar olunmur. A-ya 5 qoysaq ixtisar olunmur. 1, 5, 7, 7, 11, 13, 13, 17. 17. Qutarda bunları qoyanda ixtisar olunmur. 1, 2, 3, 4, 5, 6. 6 dənə. Jale, gəldin bura yoxsa yox?
Bəli, müəllim. Bayaq çağırırdım, hara getmişdin? İnternet getdi müəllim. Yaxşı. Benim bəhanəniz də olurdu, internet getdi. Mən bilmirəm ki, həqiqətən mi gedib yoxsa, amma mən Jaleyə inanıram. Deməli belə. Misal üçün mələk desəydi də deyəcəkdim ki, yox, 100% kameranı bağlamaq üçündür. Hə mələk? Bugün sənə sataşmamışam. Gəl indi sataşaq. Deməli belə. Uşaqlar, vuranda -4. Nəylə vuranda -4, toplayanda isə 3 eləyər? Vuranda 4, toplayanda 3. -1. 4-lə. 4-lə -1. Elə. Solmaz razısan, yoxsa yox? O kameraları açın. Açın kameralarınızı. Görüm ki, dərsdəsiz. Oyun oynamırsınız. Açın kameralarınızı. Deməli, vuranda -4 eləyir solmaz. Toplayanda isə bunun əksi. Yəni müsbət 3 eləyir, düzdür? Uşaqlar, onda yuxarı olur y üstə gəl 1 və y çıxılsın 4. Aşağı da eləyir nə? Y çıxılsın kök ətdə b, vurulsun y plus kök ətdə b. İndi fikirləşirsiniz, Əli sənin sualındır. Sənə deyir, B-nin ala biləcəyi qiymətlərin cəmini tap, bu ixtisar olunan kəsir olsun. Bax, sən bu B-yə 1 versən, həqiqətən də kök ətdə 1-dən 1 çıxacaq və bunlar ixtisar olunan kəsir olacaq. B 1 ola bilər. Bəs indi bunların ixtisar getməsi üçün B-yə nə verməlisən? 16. 16. Çünki 16-dan 4 çıxır, yəni y-4-lər ixtisar gedəcək. 16 qutardı. Biri 1-dir, biri də 16, cəmini soruşur 17. Başa düşdük Nərmin? Nərmin çatdı? Bəli. Bu Nərminlə Tünzələni bir-birinə niyə bənzədirəm bilmirəm. Tünzəliciğim, bənzəyirsiniz, yaz 35'i yazın. Tünzələ tarix dərsi necə gedir? Yaxşı gedir. Gözəl. Şükür səndən o yaxşı sözünü eşidə bildim. Uşağa elə travma qoymuşdular ki, uşaq uca qaçırdı. Fərzəli mənim ki, dua eləsin mənə. Nuran. Nuran. Səlam. Hərdəsən? Dəqiq müəllim. Bu qrupdakı sınaq, indi bir şey deyim də, digər qrupda 30-30 yazanlarımız, yüksək nəticələrimiz var idi. İndi onlardan qaliblərdən biri bu qrupdadırsa, heç o sayılmayacaq da, bir də qalib sayılmayacaq. Amma bu qrupda da sınaq keçiriləcək. Yəni bu qrupun üzvləri hər kəsə aiddir bu sınaq. Yəni buradan da bir nəfəri qalib seçəcəyik. Amma hadisə bir 10 gün sonra olacaq o sınaq. Cavab 1 və 36-dır. 1 və 36. Düzdür uşaqlar? Bəli, mən də 37 tapdım. Bəli. Bəli. Əla. Tapmayan varsa dürüst olsun. Desin mən tapmamışam. Ay müəllim, mənə izah elə, mənə öyrət bunu. Yoxsa mən keçirəm növbəti suala. Yaxşı, keçirəm. Nəyimə lazımdır? Mən vermirəm ki, imtahan. Deməli belə, keçək ikinci bölməyə. Deyin səhvlərinizi gəlsin. Deyin səhvlərinizi. İkinci bölmədən. 9 müəllim. Bundan çıxın bir dənə qayıdıb gələcəm. Tamam. Deməli, 9-la nə dedin? Elə bir dənə 9 idi müəllim hər şey. Yaxşı. Uşaqlar, deyin səhvlərinizi, deyin. 31 yerdə. 31. Deyin səhvlərinizi. Sizi gözləyirəm. Ədalət, sizi gözləyirəm. Müəllim, əlavə olaraq 30, 41. Eynidir 30-31 sonra. Mən də yoxdur. 38. 8 sonra. 41. Neçə qızım? Yox, mən 41. Tamam. Başqa səhv olan varsa desin. Yoxsa başlayırıq.
24 də var mənim. 24 də var. Ayala bu 24. Bundan qaçış yoxdur da. Deməli düşür də ha qəbul sınaqlarına. Deməli belə buraxılış yox amma qəbul sınaqlarına düşür. Daha sonra deyin gəlsin. Deyin. Var başqa? Yoxdur. Onda mən başlayıram. Olarsa deyərsiniz. Mələk. Deməli belə. Gəlin baxaq. Nərmin qızım səsini aç. Nərmin, eşidirsən məni? Bəli. Nərmin, kəsirləri toplayıb çıxmağın, yəni qaydası orta məxrəcə gətirməkdir. Bunu ta daş devrindən bəri bilirik. İndi burada orta məxrəcə 24-ə baxırıq. Mən elə bilirəm 9-a baxırsınız. Sən 24 demədin? Bəli. Ona görə 24-ə baxıram. Akıllı görürsünüz. Birinci, bax Nərmin, ikinci kəsirin məxrəci müxtəsərdir deyə sən bunu aç. Açsan görəcəksən. A üstə gəl 2, A-nın kvadratı çıxılsın 2A üstə gəl 4. İkinci məxrəci budur. Çıxılsın 1 bölünsün A kvadrat çıxılsın 2A üstə gəl 4. Nərmin, bax burada orta məxrəc, bax bu ortadakinin məxrəcidir. Bax ortadakinin məxrəcidir, elə orta məxrəc. Birinci kəsiri. Bax A plus 2-dir də. Bunun bir dənə bu ikinci hissəsi çatmır. Mən birinci kəsirin məxrəcini A üstə gəl 2 deyil, vuracam. A kvadratı çıxılsın 2A üstə gəl 4-ə. Məxrəcini vururamsa sürətini də vururam. 1-i vuranda A kvadrat çıxılsın 2A üstə gəl 4 eləyir. İkinci kəsir olduğu kimi qaldığına görə sürəti də olduğu kimi qalır. Üstə gəl 3A çıxılsın 2. Nərmin, üçüncü kəsirin məxrəcini nəyə vurur bu orta məxrəcə çatdırdıq? Üçüncünü Hə, üçüncünün məxrəcini nəyə vurmalıyıq orta məxrəcə gəlməsi üçün? A çıxılsın 2-yə. A üstə gəl 2-yə. A üstə gəl 2. Bəli. Yuxarını da vurursan A üstə gəl 2-yə. Sadəcə qabaqda çıxma var deyə bu A çıxılsın 2 olur. İndi qızım, islah gedənə qalana. Məxrəc sənin müxtəsərindir, yəni A kub üstə gəl 8-dir. Bundan işin yoxdur məxrəcin. Sürətini isə nə alınır görək? Quzusu, mənfi 2A-dan A-nı çıxanda mənfi 3A, mənfi 3A-nın da üstünə 3A gələndə 0. Deməli qızım, 4-dən 2 çıxanda 2, o 2-dən də bu 2-ni çıxanda yenə 0. Bir dənə yuxarıda A kvadrat qalır. Pardon. Başa düşdün Nərmin? Bəli. Aydındır? Всё. Bəli. Yazın həlli dəftərinizə silirəm bunu. Getdik. Deməli belə. 9 deyildi. Kimsə 9-u verib ki? Hə, vermisiniz. Nuran, deyəsən sən verdin 9 elə. Bəli. Nuran, birinci mötərəzənin içini hesablayırsan. Burada mənfi 1 n-nın üstündədir deyə n məxrəcə düşür. Bu niyə yazmadım? Neysə. İkincidə isə m-nın üstündədir deyə mənfi 1 m düşür məxrəcə. Vurulsun. İkinci mötərəzə opşilikdə mənfi 1-in altında olduğuna görə opşilikdə məxrəcə düşür. Vurulsun. N bölünsün. M çıxılsın N. Uşaqlar, birinci mötərəzəni orta məxrəcə gətirərik. Bunu M-ə vururam, sürəti də vururam. Dən gözləyin, gələnimiz xoşbəxt oldu deyirəm. Bu niyə yazmır? Deməli belə. Birinci kəsirin məxrəcini M-ya vururam, sürəti də vururam. İkinci kəsirin məxrəcini N-ya vururam, sürəti də vururam. Bu olur M-də M kvadrat çıxılsın N kvadrat. Vurulsun, 1 bölünsün M üstə gəlin. Vurulsun, N bölünsün, M çıxılsın N. Nuran, M kvadrat çıx, N kvadrat nədir? Qızım, bu nədir? Nuran, bunu necə açırıq? Nuran, eşitirsən məni? Bu toplayıb məni bir dəfə də çıxırım. Aha. Bircə dəqiqə, bir dəfə çıxıb, bir dəfə toplayırıq. Çıxması, bax bunun məxrəci ilə ixtisar gedir. Çıxması.
Toplaması da bundan ixtisar gedir. N-lər də gedir. Bir dənə məxrəcdə M qalır, sürətdə 1. Bir dənə bunu köçürdün. Bir dənə gözləyin, gəlirəm uşaqlar. Səsim gəlir? Bəli. Gəlin, getdik. Deməli belə. Bu da belə getdi. Gəlin indi keçək növbəti suallarımıza. Bircə dəqiqə. Qalan suallarımız nədir? 31. 2-də 3-dən 4-dən sualımız var burada. İkisi eynidir. Baxın, burada bu buraxılışa düşür axırdakı suallar. Deməli belə. Gəlin buna baxaq. Dövrlə bağlıdır. Hər il buraxılışa sual gəlir. Uşaqlar, bu dövrdə A nə deməkdir? 9'da 9'da A'nın kvadratı çıxılsın. Bəs daha doğrusu toplansın. Bu da 9'da B'dir də. 9'da B'nin kvadratı. Bölünsün. A kvadrat üstə gəl B kvadrat. Uşaqlar, yuxarı eləyir 81'də. A kvadrat üstə gəl B kvadrat. Bölünsün. A kvadrat üstə gəl B kvadrat. A kvadrat üstə gəl B kvadratlar ixtisar getsə, məxrəcdə 81 qalsa da sürətdə 1 qalır axı. Cavabdır. Başa düşdük. Kopya 30 da elədi. 81-də 1 alınır. Jale, başa düşdün? Aydındır sizə? Bəli, müəllim. Yazın həllini dəftərinizə davam edək. Deməli belə, getdik. Dövrlə bağlı sual var imtahanda. Ona görə ehtiyatlı olun. Gəlin baxaq bu son 2 sualı keçək növbəti bölməmizə. Qoçaqlar, 38-i kim izah eləyər bizə? 38-i. Ben izah edeyim. De gəlsin qızım, de. Yani buradan bize verdiği təmlikdən hər tərəfi 3x'e bölürük. Orada qalır x'in kvadrat, x bölünsün 3, üstə gəlinsin, x'də 1, bərabər olur 4a bölünsün 3'e. Bize istədiyi cavabda kvadratlar var. Onda aldığımız ifadən kvadrata yüksəldirik. Oradan da alırıq x'in kvadratı bölünsün 9, üstə gəlinsin x'in kvadratı çıxılsın 1, bərabər olur 16a'nın kvadratı bölünsün 3, çıxılsın 2. Cavabı ortaq məxrəcə gətirəndə deməli alırıq. Dəqiqə. 16a'nın kvadratı çıxılsın bölünsün 9. Göşün. Super. Əla. Deməli belə. Bizdən kvadratını soruşur deyə hər tərəfi kvadrata yüksəldək. Hər tərəfi kvadrata yüksəldək. Bu olur x kvadrat bölünsün 9. Üstə gəl. 1 bölü x kvadrat. Üstə gəl bir də hasilin 2 misli. Yəni 2 vurulsun. X bölü 3 vurulsun. 1 bölünsün x. Bərabərdir 9'da 16a kvadrata. Buradan da x'lər xoşbəxt olur. Qalır x kvadrat bölünsün 9 üstə gəl. 1 bölünsün x kvadrat. Burada qalır 3'də 2. Üstə gəl 3'də 2. Bərabərdir 9'da 16a kvadratı. Bu 3'də 2'ni də soldan sağa keçirsən. X kvadrat bölünsün 9 üstə gəl. 1 bölünsün x kvadrat. Bərabərdir 9'da 16a kvadrat. Çıxılsın 3'də 2 olur. Orta məxrəcə gətirmək üçün bunu 3'ə vurarsan, sürətdə vurarsan. Bu da eləyir 9'da 16a kvadrat. Çıxılsın 6. Uşaqlar, belədir cavabda. Hə, bunu istəyir də bizdən. Hə, все. Bəli. Yazın qəbul dəftərinizi. Buraxılış sualı deyil, amma belə baxanda qəbul sualı da sayılar. Kimə nə aydın olmadı? Desin. Hesab prosesində bir problemimiz var. Baxın görək. Solmaz başa düşdün, həlli yoxsa yox? Bəli, müəllimə yazmışdım. Ədalət başa düşdün yoxsa yox? Bəli, müəllim. Yazdım, sınağınıza salacağım. Kopyasını salacağım. Kopyasını Cavabı saldıqlar. gətirin. Bilir. Necə? Kesin 2 dənə sual var idilər. Cavablarını bilirsiniz. İndi bir şey deyim, imtahanda da var da onu gördün də. Yəni bu Mən baxım. sınavı görən ki, o -8 yadıma düşdü ki, sualın cavabı -8 idi. Bəli. Yəni bu baxımdan ki, Fidan sizin digər qruplarınızda ancaq dinamika, heç topluğun üzünə baxası deyilik, o dərəcə. Deməli belə. Bunu silirəm, uşaqlar. Gəl topludan sual götürək. Yox da elə toplu. O dinamikadakı sualların hamısı toplu suallardır. Sadəcə imtahana düşmüş suallardır. Deməli belə. Bir də toplunun da təzə salınmış sualları var.
Hə, onlar heç, onlara baxılmalıdır. Təzə salınan suallar toplu çıxandan 2-3 il sonra imtahanlarda iştirak eləyir. Deməli belə. Hə, 40-41. Vuraq açın. Всё, başqa əlimizdən nə gəlir ki? Nə edə bilərik başqa? Deməli, x üstəgəl 6y üstəgəl 3z bərabərdir 6x üstəgəl 6y çıxılsın 6z-ə. Uşaqlar, baxın bu 6-nın məxrəcini bir atın, çarpaz vurub hesablayırsınız. Nəsə səhv eləmədim ki, vuranlıq? Yox, hə. Deməli belə, yaxşı. Bugün müəlliminizin biraz ağlı başında deyil. Bayaqdan 2-nin üstünə 3-ü gəlib uşaqlara 8 demişəm sizdən əvvəl o dərəcə. Deməli belə. 5x bərabərdir 9 z-ə. 5x bərabərdir 9z-ə. Biri 5, biri 9. Doğrudur. Evet. Biri diğerinin əmsalına bərabərdir. Bu da olur x-imiz elə bilin ki 9k, z-imiz də 5k. Bizdən də nəyi soruşur? 9 bölü 5. Bəli, 9 bölü 5 cavab deyilir buradan 1,8. Yaxşı uşaqlar. Başa düşdük. Silin bunu. Sildim getdik. İndi yazın 41 özünüz. Keçək 3-cü sonuncu bölməyə. Buyurun. 16. 16. 3,6. 0,16. Hə, 0,6. 0,6'dır cavab. Tapmayan var aranızda. Gülçin baxın. Tapmayan varsa mələk deyin. Aybikə. Ayşən xanım tapmamısınızsa deyin. Dürüst olun. Baxın düşür ha. Tapmışam. Hə, fiyo. Tamam. Gəlin keçək sonuncu bölməyə. Deyinsə, hə, bax burada tamam. Burada indi görün suallar gələcək. Deməli belə. Gözləyirəm. Özümə hazırlamışam buna. Deyin gəlsin. 61-dən 66-ya kimi. 61-dən. Sağ ol. Səni ora qədər səhvin yoxdur da elə. Yoxdur mənim. 61-dən 66-ya kimi. Göşəm. Uşaqlar, blok qrupu yığılır ha. Yəni sizə bir dənə məlumat verim. Buradan bloka gedən uşaqlar 11-ləri qovuruq da daha bu bazarla. Sizin qrupunuzu ayıracağam. Avqustun axırları filan bloka gedənləri sadəcə götürürəm buradan. Onlara həftədə bir dəfə, 2 dəfə blok dərsləri, törəmə, integral, limit, hər şeyini, bütün tip ən çətin səviyyəyə qədər gedəsiyik də. Onları imtahana qədər, yəni 500 dəfə belə keçəcəyik o dərəcə. Deməli belə və ancaq blok testləri işləniləcək. Mənə bir dənə şəxsiyə yazarsınız ki, mən bloka gedirəm. Bir dənə onu buradan bloka gedənlər yazar ha. Bildiklərimi bilirəm, amma bilmədiklərim yadımdan çıxmış Mən istəmənlər bir də varam. Sən harada varsın? Hələ Tünzali deyir, informatika qrupuna da salın. Hələ heç ikinci qrup deyə əlaqəsi yoxdur. Deməli belə. Hələ bəziləri də var. Buraxılışa gedə-gedə buradan blok qrupuna qoşulur da. Nurcan ora gələsən? Nurcan buradadır. Yox müəllim. Gəlmir. Bura bizdən gəlirəm. Yaxşı. Deməli belə. Uşaqlar, yoxdur bəs 61-dən 65-ə qədər başqa əlavə? Mənim bu bölməni vermişdiniz ki. Hə. Mən verməmişdim vaxtı. Mən ilk 2 bölməni vermişdim. Mən verməmişdim. Verməli. Elə bil vermişdim. Verməmişsən. Suallarına Mən də verməmişdim. Ümumiyyətlə. Baxmamış. Axı elə bir baxdıqda bu suallara. Məsəl üçün mən bunu filan izah eləmişik axı. İzah eləmişik axı. Mən elə bil vermişəm. Dəqiq baxın. Vermişəm deyə xatırlayıram çünki. 10 yadımdadır ki, Sonra baxmışıq, amma mən işarələməmişim onu. Yazmamısınız indi belə çıxır ki. Hə, suallara baxmışıq, amma evə verməmişsiniz yazmağa. Gəlin belə eləyək. Qrup ev yazan mənim, mən də yazmamışam deyə yazmamışam. Amma mən Solmaz sən vermişdim, Solmaz. Solmaz. Solmaz qeybə çəkirdi. Bir dənə gözləyim. Solmazın kalbi dayanmadı buna. Yazmışdı deyə getdi deyəsən. Gəldi deyəsən. Solmaz gəldin yoxsa yox? Mənim zəhd gəlmişdi ona görə. Hə, de görüm vermişdim mən bu bölməni yazmısan. Mən vermişdiniz mənə elə gəlir. Verməmişsə mən yazmışam. Gördüm, yazdım bunu. Yaxşı eləmisən, düz eləmisən. Çünki mən xatırlayıram, mən bu bölməni vermiş olmalıyam.
Hətta demişəm ki, o video dərsi açacağam, baxacağam onun axırına. Deməli belə. Hətta mən elə xatırlayıram ki, buradan dedim bloka gedənlər axıra qədər yazsın. Onu digər bölmələr üçün demiş Saymam. O birini mən işarələmişəm. İkinci bölmədə 26-ya qədər o birilər verdiniz, 41-ə qədər bizə. Üçüncü bölmə. Yaxşı, neyse. Məncə bunu da verdiniz kvadrat kökə kimi. Mən də elə xatırlayıram. Amma yaxşı, gəlin belə eləyək. Onda sizə bu cəza olsun. Axıra qədər gələn dərsə bunu tamamlayın. Yaxşı? Все. Gəlin onda biz də keçək, kvadrat kökləri keçək. Təzə dərsimizi keçək. Hə, все da keçək. Onda bunun suallarına gələn dəfə baxacağıq. Baxarıq, bəli. Bizim nəsə baxmalı əvvəldən bir şeyimiz qalmayıb ki, bir dənə funksiyanı xatırlayıram. Son 2 bölməsi qalır ki, onu təzədən keçəcəm bir də. Yəni funksiyanı əzbərləməyincə mən sizə onu buraxmayacağam. Çünki ikinci sən keçid dərsidir. Yəni onu yaxşı bildirsə mükəmməl də gəlir davamı. Deməli belə, yaxşı başlayaq. Kvadrat köklər. Yazın dəftərinizə. Kvadrat köklər, həqiqi üssü, qüvvət. Uşaqlar, əslində burada misallara üzərində izah eləyəcəm də bu internet hara getdi? Hə, tamam, yaxşı. İndi buradan sualları verirəm sizə. Suallar üzərində bir-bir qaydalar izah olunacaq, tamam mı? Amma birinci hər şey öz ixtiyarınızdadır. Nömrələri deyirəm, 11 illiklə başlayırıq. Birinci bölmədən bütün tiplərə məndən qaydalarını üzərində izah eləyəsinik. 1, 2, 4, yenə internet getdi. Uşaqlar, eşidirsiniz məni? İndi gəldi səsiniz. Hə, bir şey deyim. Sizin bəxtinizdəndir, bala. Siz axşam dərsində də olanda, yadınızda da həmişə bizim 22 neçədə dayanırdı. 1-2 dəqiqəlik gedib gəlirdi. İndi də həmişə sizin dərsinizdə bu vaxtda dayanır, gecə dayanmır. Sizin bəxtinizdəndir. 1, 2, 4, 6, 8, 10, 12, 14, düşmüşdü belə bir sual. 16, 17, 19, 20, 22, qaydaları izah eləyəcəm, misallara baxan kimi. 23, 25, 29, 33, 34, 36, 40. Tez yazına başlayın, yəni siz yazın. Bilənlər tez yazsın. Sadəcə indi mən misallar üzərində qaydalardan danışacağım. Deməli, 45, 46. Həqiqi ədədlərdə köklərdən danışmışıq da, xatırlayırsınızlar. Mən belə qaytarsınız, nə rəqəmlərə baxsam. Hə, olar. Buyur. Hara qədər qeyd eləmişdin? Heç yerə qədər. Tamam. 1, 2, 4, 6, 8. Sıra. 10, 12, 14, 16, 17. 19, 20, 22, 23, 25, 29. 33, 34, 36. Oran bəli. Hə, bunlar qeyd eləmirsən. Son olaraq 50 və 52. 52 imtahana düşüb. Neyse, qalanlar da evdə olacaq. Bir dənə də 61. Elə bil mən xatırlayıram ki, belə bir şey imtahana düşmüşdü. Neyse. Всё. 5 dəqiqə sərbəst vaxt verirəm. Əlbəttə ki, 5 dəqiqə çatdıran deyil sizə. Sadəcə baxın. Sonra məndən bir-bir yazacaqsınız. Bir dənə əlləri qaldırın. O ardıcıllıqda soruşacağam. Əlləri qaldırın. Əlləri qaldırın. İndi etkin. Əlləri qaldırın. Birinci sual mənimdir. Əlləri qaldırın. Hamı qaldırsın əlləri. Qaldırmayan qalmasın. Hamı qaldırsın. Ayşən xanım siz də qaldırın. Gülçin qaldırın. Mələk qaldırın. Əllər qalxsın. Əllər qalxsın. İndirməyin ha. Əllər qalxsın. İndirsəz filmini çətin sual eləyəsiniz.
Ay sağ ol. Endirsiz bütün gedirik ən çətin suala. Qaldırın əlləri. Yaxşı 5 dəqiqə sərbəst və hamı indi öz sualına baxır sadəcə. Deməli belə. Sonra başlayaq məndən izaha. Uşaqlar, açın kameralarınızı. Kameralarınızı açın. Birinci suala Fidandan başlayırıq. Fidan, de gəlsin. Deyir A 3-dən böyük olduqda 3 minus A-nın kvadratı çıxılsın A minus 3 ifadəsini sadələşdirin. Burada A 0-dan A 3-dən böyük olduğuna görə kəsir mənfi olur. Ona görə kəsir tərsinə çeviririk. Kəsir olmaz o kök olar, neysə. Neysə, bundan. Yaxşı. A minus 3 olur. O da kök altından çıxdığı üçün A tosun 3. Buradan da cavab alınır mənfi 6. Ay sağ ol. Bir dənə yadınızda saxlayın ki, kvadrat kökü aparanda ədəd cülə həmişə modulda çıxır. Səhər soruşacağım modul hardan yaranıb? Bala, modul kökdən yaranıb. Cüt dərəcədə kökdən ədəd modulda çıxır həmişə. Modula da işarə maraqlıdır. Əgər A 3-dən böyükdürsə, məsəl üçün xəyalımızda 5 götürsək, jələ 3-dən 5 çıxanda mənfi eləyir deyə, moduldan çölə əksi çıxır, A-3. İndi mən A-3-dən A-3-ə çıxanda A-lar islah gedir, mənfi 3-dən 3-ə çıxanda mənfi 6 qalır. Bu belə. Getdi ikinci suala. İkinci şəxsimiz kimdir buradan görüm? İkinci kimdir? Adı düşməyib buradan. Mənim ikinci deyəsən. İkinci ədalətdir, bəli. Deməli, ekranı yan çevirmişəm deyə hamı görünmür burada. Tamam, ədalət ikinci sual. De gəlsin ağlım. Aha, mənim ikincidə elə bil ki, ədədləri kökdən çıxardacağıq, yəni kök altından çıxardacağıq. Bayaq da dedik ki, kvadrat kökü aparanda ədəd çölə müsbət çıxır modulda, bəli. Müsbət çıxır. Məsələn, 15 çıxdı, olduğu kimi çıxır, üstə gəlinsin 10, çıxılsın 7, burada da olacaq 12, hə. Yəni cavab 6 edəcək. 15-dən 7, 25-dən 7-ni çıxıram eləyir. Deməli, neçə? 25-dən 7 çıxanda 18, 18-dən də 12-ni çıxanda 6 qalır. Bəli, cavabımız 6-dır. Başa düşdük də. Silirəm bunu. Davam eləyək. Deməli, belə. Üçüncü şəxsimiz Nərmin. Ay, nə gözəl saldı belə. Hadi Nərmin, de gəlsin. Dördüncü sual. Bəli. Mən 4'ü qeyd eləməmişdim. Olsun. Canın sağ olsun. Kök altı 7,5, Frosun 1,3. Burada birinci Bir vurup açırsan kızım. Bakın çöldekini bir buna vuracaksan. Bir de buna olursa. vuracaksan. Bu değil. Onda kök altı 7,5, Frosun 1,3. Vurulsun kök altda 1,3, 7,5 bölünsün 1,3. Aha. Bir dəfə də çıxılsın kök altda 7,5 vurulsun 1,3, çıxılsın kök altda 1,3 bölünsün 7,5. O çıxılsın olmaz, o vurulsun olar. Bir Vurulsun, bəli. Bir vurup açırsan. İnşallah bir dənə qulaq asın mənə. Baxın, çöldəki ədəd mötərəzənin içinə vurulub açılmalıdır. Vuran zamanda bir hər ikisinə vurursunuz. Bu birinci halda 1,3'lər ixtisar gedir, qalır kök altda 7,5'in kvadratı. Kvadrat. Çıxılsın. Çıxılsın 1,4. 7,5'lər gedir, 1,3'ün kvadratı. Kvadrat kökü aparır, qalır 7,5 çıxılsın 1,3 50. Bu da qalır 6,2. Əla. İnşallah siz 2 dəqiqəliyinə yenə sualların davamına baxın. Mən gəlirəm. Ya da silməyim bunu, yazmayan varsa köçürsün. Dəqiqə gəlirəm. Bir saniyə. Nərmin neçənci adam idi? 3-cü. 4-cü. Solmaz qızım, sıra səndədir. Məndə 6-cı sualdır. Aha. De gəlsin və izah ver bizə. Aha, burada mən qoşmasına vuracağıq, rasionallıqdan azad etmək Bəli, üçün. bir də indi üzürsən, bir də mən sözünü kəsirəm, ətraflı məlumat verin bu haqda. Uşaqlar, irrasionallıqdan azad etmək demək, qoşmasına vurmaq deməkdir. Yəni, məxrəc kökdən azad olmalıdır. İrrasionallıqdan azad et demək bu deməkdir. Məxrəcdə kök qalmaz ümumiyyətlə. Ədəb ərkən qaydasıdır da bu riyaziyyatın. Məxrəcdə kök qalmaz. Buna görə siz qoşmasına vurub hesablayırsınız. Deməli, solmaz. İndi bunun qoşması nədir? Qoşması kök altda 5 üstə gəlsin kök altda 2-dir. İşarənin əksi. Ay sağ ol.
Yəni kökətdə 5 çıx kökətdə 2-nin qoşması sadəcə işarəcə fərqidir da. Yəni minusdursa piolusu, piolusdursa minusu. Amma məxrəci vurursansa avtomatik nəyə Sürəti də vurmalısan? Bəli. Sürətidir. Aha. Sürəti Sonra də aşağıda müxtəsər vurma düsturundan alınır ki, kök altda 5-in kvadratı çıxılsın kök altda 2-nin kvadratı. Yuxarısı olduğu kimi qalır. Bəli, olduğu kimi qalır. Sonra aşağıda 2 ilə köklər ixtisar olur. Qalır 5 çıxılsın 2 məxrəcdə. Sürət olduğu kimi qalır. O da eləyir 3. Sürətdəki 3 ilə də məxrəcdəki 3 ixtisar olur. Qalır kök altda 5 üstə gəlsin kök altda 2. Əla. Всё. Kiməsə aydın deyilsə buyursun. Tünzayla. Bəli. Neçənci idin bayaqları? Ben 11 idim. Kimsə əlini aşağı saldı. Çox sağ olsun. Ona düşdün. İndi tapacam o əlini aşağı salanı. Deməli belə. 8 Mən nömrəli. salondan oxumuşam da. Bir Necə? dənə də aşağı. Deyirəm, mən salmışam. Salondan mı aşağı? Bir dənə düş aşağı. Olsun mən oxumuşam. Yox. Bütün zələ düşdü. Ay səni fidan. 2 nəfər saldı. Salmayın aşağı. 3 nəfər saldı. Salmayın aşağı əllərinizi. Koy. Tünzələn qabağı vermək üçün eləyirsiniz siz bunu. Deməli belə, sıra kimdədir? Aybikədə, yox, Əlidədir, Əlidə. Deməli, Əli, sıra səndədir indi. Neçənci sualdayıq? Hə, 8-ci sualdayıq. Əli, nə edərik? De gəlsin, aç səsini. Mən kökdən çıxardarıq. P4 P-nin kvadratı kimi çıxardarıq. P-nin Bəli. kvadratında modulda P kimi çıxardarıq. Aha. O da amma P sıfırdan kiçik olduğu üçün mənfi olur. Aha. De gəlsin, de Əli, davamını de. Yazıq üçün olardı. Hə. Sonra P-nin mətrəzi xaricində çıxardarıq. Aha. P-mi Qalar P-1, aşağıda da P-1 var. Bunlar da xoşbəxt olar, təkcə P-lər. Tamamilə doğrudur. Uşaqlar, bu 4-cü dərəcədən olan da əslində modulda çıxmalıdır. Sadəcə o 4-cü dərəcədəndir deyə kvadratın kvadratı kimi baxanda hər iki halda müsbətdir də. P mənfi belə olsa müsbətdir. Yəni bu baxımdan ki, birinci halı modulda çıxarmağın mənası yoxdur. Onsuz kvadratdır. Amma ikinci halda isə kvadrat kökü aparanda təkcə P qalır deyə onu modulda çıxartmalısan. Modulda işarə maraqlıdır. P mənfi olduğuna görə çölə əksi çıxır Ayşən xanım. P-lər ortaq vuruqdur. Mötərizi xaricinə çıxartdıq. Qaldı P-1. P-1-lər də ixtisar getdi. Qaldı təkcə bir dənə P. Gəlin, davam edək. Deməli, bunu silirəm. İndi sıra Aybikə xanımdadır. Aybikə xanım, uçun səsinizi. 10 nömrəli sual sizin. Aha, Aybikə, liderik. Mənim kök aldı 80'da orta məxrəc götürərik. Yox, ora getmə. 20-yə 4 vur 5 kimi baxa bilərsən. Hə. 80'ə 16 vurulsun 5 kimi baxarsan. Bu sonuncuda da kök hətta 1-dən 1 çıxır, amma kök hətta 5-dən heç nə çıxmır deyə 5-i saxlayarsan. Bax, Aybikə. İndi bu birinci halda 4 vur 5 kimi baxdıq ha. 4-dən çölə nə çıxır Aybikə? 2. 2. Amma 5 qaldı da içəridə. İkinci halda 16-dan çölə nə çıxır? 4. 4. 5 qaldı içəridə. Çıxılsın. Kök hətta 5-də 1. İndi isə ixtisar getənlər var. Bax, 2 ilə 20 ixtisar getsə 10 bölünsün, kök hətta 5 qalır. 4 ilə 16 ixtisar getsə 4 bölünsün, kök hətta 5 qalır. Çıxılsın 1 bölünsün, kök hətta 5. İndi orta məxrəc kök hətta 5-dir deyə, Aybikə. Ondan çıxırsan 4-ü 6, 6-dan 1-i çıxırsan qalır 5. Всё, irrasionallıqdan azad edib hər tərəfi vurarsan kök hətta 5-ə. Bunu da vurursan kök hətta 5-ə, bunu da vurursan kök hətta 5-ə.
5-lər ixtisar gedir, kök həddə 5 qalır. Deməli belə. Mən də kök həddə 80 ortaq məxrəc götürmüşdüm, amma belə daha rahatdır. Aysa kök həddə 80 orta məxrəc götürmüsünüz. Əslində düz eləmisiniz. Heç olmaz. Yenə cavab hər iki halda alınır. Düz deyirsən. Amma ki ehtiyac yoxdur, asan yolu var. Və düşür belə sual. Düşür ha, buraxılışa 100% düşür belə hesab sualları. Amma burada kiminsə sualını sildim elə bil. Tünzəli səni 6-cı adam elədilər. Görsən necə vəfalı dostlarım var. 12 nömrəli sual. Sıra kimdədir? Aybikədən sonra 5-ci şəxs kimdir burada? Nuran. Nuran. Nuran aç sesini. Düzdür, bu sual asan sual deyil. İlk öncə onu deyin. Asan deyəndə ki, yəni belə çox da sadə sual deyil. Liderik Nuran. Dəqiqlərim. Baxın. Mən bir də səhifəni bütöv göstərə bilərsiniz. Nömrəsinə baxmaq istəyirsən? 56. Niyə mənə nə düşəcək ona baxmaq istəyirəm. Nəyə baxmaq istəyirsən? Mənə nə düşəcək ona. Tamam. Deməli belə. Yaxşı. Nuran nə etmək olar? De qızım. Başa düşmədim mənim. Deməli uşaqlar, gəlin bunu mən izah eləyim sizə. X-i sizə verib 10 vurulsun kök həddə 7 kimi. Y-i isə sizə verib. Y-i isə sizə verib. 10-da 7. Bu 10-da 7-ni kök həddə 7 böl kök həddə 10 kimi yazmaq olar. Kökün içində 10-da 7-dir də. Razısan Nuran bununla? Bəli. Buradan çarpaz vursan kök həddə 7 bərabərdir. Y vurulsun kök həddə 10 olacaq. Bunu da gətirib birinci tənlikdə yerinə yazsam olur 10y kök həddə 10. Bitdi. Cavab bundan ibarətdir. Yaxşı? Orada başa düşmədim. Aşağıda nətər oldu o bərabər yazdığınız? Yaxşı, bir də izah eləyim. Deməli bunu silirəm. Jale səni keçmişəm. Bu uşaqlar bir-bir nömrələri dəyişdirdi. Ona görə bəlkə qarışdı. Bundan sonraki Jale'nin Rastlaşımla bir keçmiş. Yaxşı. Dəl səsi bağlı. Öz səsim ya. Mən də elə biləm siz mənə cavab verirsiniz. Mən də elə bildim. Özümlə danışırmışam. Deməli belə. Solmazım. Qızım. Bax. Bu ikinci hissə var ha. Kök həddə 10-da 7. Bunu yazdım 10-da 7 kimi. 10-da 7 kimi. Kökün içində. Və bu sürətin kökü ilə məxrəcin kökü şəklində ayırdım. Sürətdə kök həddə 7 böl, məxrəcdə kök həddə 7. Yəni eyni şey. Mən onda düşdüm. Buradan çarpaz vursan, kök həddə 7 bərabərdir. Y vur kök həddə 10 olmur. Hə, 10 çarpaz vurdu. Böyle çarpaz vurdum. Bunu tapmaq üçün elə bil bunu buna vurursan. Buradan kök həddə 7-nin yerinə gətirib bu qiyməti yazırsan uşaq. Yəni birinci tənlikdə, bax birinci tənlikdə kök həddə 7-nin yerinə bax bu tapdığını yazırsan. Bu da olur 10 kök həddə 10 y. Mən bir şey soruşa bilərəm. De, buyur. Mən orada deyir ki, x-i y ilə ifadə edin. Məsələn, x-i y ilə bölsək cavabı tapırıq da. Elə yadımıza saxlaya bilərik. Olar, niyə olmasın? Olar. Hər iki halda doğrudur. Yazmaq olar elə. X-i y-ə böləndə onunla ifadə eləmək deməkdir. Bəli, oradan çarpaz vurub x-i tapmalısan. Quzusu, x-i y ilə ifadə elə demək, yəni sən x-i tap, amma cavabı da y-li bir şey olsun. Mənası budur. Hə, bildim. Deməli belə, yaxşı, gəlin 14-ə baxaq. Jalecim, sən sualını bunlar elədi ha, mən günahkar deyiləm. Müəllim, bəs mən nasıl izah edəcəm? Jaledən sonra sənsən qızım. Çünki Əli izah eləyib, bir dənə sualların növbəsi dəyişdi, ona görə elə oldu. Jale səndən əvvəl idi deyə gərək ondan sonra. Deməli belə. Hə, baxır hansı sual düşür mənə, hə? Yox, mən həll eləmişdim mən bundan sonraki sualı. Yaxşı. Deməli uşaqlar, indi gəlin baxaq. Jalecim, buyur izah elə. Müəllim, burada ortaq məxrəcə gətirdim. Soldakı kəsir kök 5-ə, sağdakını da kök 20-yə vuranda Əslində olar, amma ki, məncə yox. Elə getmə. bayaqki kimi çıxardıq. İzah eləyim müəllim bunu.
Yaxşı, bayaqki kimi, bəli. Nuran, yaxşı de görüm, nə etmək olar? Yuxarıda müəllim köçürümün 4/5 kimi yazmaq olar. Bəli, Yox, bax. aşağıdan. Yuxarıda da, aşağıda da. Kök hətdə 20-ni, baxın yuxarıda qeyd edirəm. 4/5 kimi yazsan 2 kök hətdə 5 çıxır. Jaləm, belə də asandır. Sən düz deyirsən, olar elə yazmaq. Amma belə də asandır. Misalda qalır 2 kök hətdə 5. Yuxarıda qalır kök hətdə 5 üstə gəl 2 kök hətdə 5. Üstə gəl. Kök hətdə 5. Hamı Tünzaləni bu dəqiqə müdafiə edir. Boy, gözləyin də, bir imkan verir, soruşacağam. Deməli belə. Yuxarıda müəllim birincidə 3 kök 5 qaldı. 5, aşağıda 2 dənə kök İki də kök. 5. Üstə gəl. Yuxarıda bir dənə kök 5-dən 2 dənə kök 5 çıxanda mənfi bir dənə kök 5 qalır. Aşağıda da mənim kök 5 qalır. Bu da müəllim. İxtisar gedir. 3 Birinci. 2 1 onda 5. Hə. Da minus 1 bərabərdə 0 onda 5. Qəşəng, afərin sənə Nura. Deməli, Jalem Mən bildiyin dediyim asan kimi eləyəndə də kökdən çıxırdı. Elə bil ki, Olur. məsələn, kök 5-i kök 20-yə vurulur, 100 eləyir. Qızım Jalem düz deyirsən, düz deyirsən. Tamamilə doğrudur. Elə yazmaq olur. Sadəcə belə də asandır. Kökdən çıxartmaqla. Yaxşı. Bəli. Ya sən elə xoşdursa, elə yaz əlbəttə ki, olar. Deməli, Jaleciğimdən sonra Tünzaleciğim gəlir. Hə, axır ki, dincəl Nurcan. O bir tane video var. Deyir Tünzale Şərifova 2 saniyəniz var. Nurcan ekran Fidan nəsə deyirsən? Mən heç nə demirəm. Onda bir dənə səs var. Bir dənə səs var. Video dərsi yükləyəndə, deməli, 1 saat 18-ci dəqiqəyə Fidan baxarsan, burada sənin səsin açıq olanda bizim səsimiz özümüzə qayıdır. Elə bilirik sən danışırsan bizə qarşı. Nəsə elə bir qəribə bir şey yaranır orada. Deməli belə, çıxıb təzədən gir Fidan. O səs yansıması getsin. Hə, Tünzalə Qədirova. 2 saniyəniz var. Vaxt belə getdi, nəsə. Deməli, burada birinci hissədən modulda A çıxılsın, B çıxır. Aha. Oradan moduldan çıxanda B çıxılsın, A kimi olur. Aha. Ondan sonra kök altında 16A kvadratdan da modulda 4A çıxır. B çıxılsın A, üstə gəlsin mənfi 4A, B çıxılsın A, çıxılsın 4A, bu da B çıxılsın 5A olur. Afərin sənə. Kvadrat kökü aparanda ədəd çölə modulda çıxır. Burada da kvadrat kökü aparanda ədəd çölə modulda çıxır. Sadəcə diqqətli olun, 16-dan çölə 4 çıxır, A kvadratdan isə çölə modulda A çıxır. Uşaqlar, indi A 0-dan balacadır, yəni A mənfidir. B isə 0-dan böyükdür, yəni B müsbətdir. Misal üçün A-ya mənfi 2, B-yə 8 verə bilərsən. Mənfi 2-dən 8 çıxanda mənfi 10 eləyir. Yəni bu birinci modulun üçün mənfi elədiyinə görə əksi çıxır. B minus A. Burada da A mənfi olduğuna görə çölə əksi çıxır. Mənfi 4A çıxır. Uşaqlar, bu da olur B minus 5A. Müəllim, bəs həmişə moduldan müsbət çıxmırdı. Bax, o sualı həmişə verirsiniz. Baxın, bir dəfə izah eləyəcəm onu. Amma dərk eləyin, tamam mı? O söhbət hər iki halda nəticə müsbət çıxır. Amma o söhbət iki haldan ibarətdir. Bir var, ədəd məlum olsun. Məlum. Görürsən, çölə əksi çıxdı mənfi olanda. Hə, Jalə? Bəli. Mənfi olanda çölə əksi çıxsın. Bir də var, ədəd naməlum olsun. Axı, görmürsən, bunun işarəsi içində gizlidir. Əgər şərtdə sənə A-nı mənfi verirsə, burada nə durursa əksini çıxardırsan, yaxşı? Bəli, başa düşdüm. Unutma. Məlum, naməlum. Naməlum olanda çölə əksi çıxır mənfi olanda, unutma. Əksi çıxır, ədəd çölə mənfi çıxır demək deyil. Sadəcə orada kompensasiya işi görülür. Yəni, içindəki mənfini çölünə mənfi atmaqla yox edirik. Yəni, içindəki mənfi nə vaxt çölə çıxsa, çöldə onu gözləyən bir maniyə var. Onu müsbətləşdirəcək. Deməli, belə. Neysə, davam eləyək. Getdik. Tünzaleciğimdən sonra kim qaldı? Ayşən xanım. Sizdəyik. Ayşən xanım, baxaq 17-yə.
Baxaq. Baxaq. Necə yaza bilərik? Nə düşünürsünüzmü? Deyin. Heç bir fikrim yoxdur. Gəlin onda mənə qulaq asın. Nə gələrik? Yaxşı, yaxşı. Qulaq asın. Deməli, birinci kəsrin baxın, məxrəcdə kök varsa, baxın bu ana qaydadır. İrrasionallıqdan azad eləməlisən. Yəni qoşmasına vurursan. Yəni 4 çıxılsın kökətdə 15 deyil. Sən bunu 4 üstə gəl kökətdə 15-ə vurursan. Yəni qoşmasına. Əgər sən məxrəci vurdunsa, bir zəhmət sürəti də vur. Çünki misala ziyan törədə bilməzsən. Sürəti 4 üstə gəl kökətdə 15-ə vursam, eyni şeyə vuranda kvadratı alınır. Çıxılsın kökətdə 15. Baxın, Ayşən xanım, aşağıda A minus B, A plus B. Bu nəyin açmasıdır? Bilirsiniz məxrəcdə. A minus B, A plus B. Bəli, kvadrat çıxsın, B kvadratı. 4-ün kvadratı 16, kökətdə 15-in kvadratı da kök gedir 15 qalır elə. 16-dan da 15 çıxanda 1 qalır. Bu məxrəcdə 1 alındı ki, atın geçsin də deməli məxrəc yoxa çıxdı. Məxrəcdə 1 alındı o pişilikdə. Atın geçsin. Sürətdə də kvadrat kökü aparır. Normalda ədədçili bəli, modul da çıxmalıdır 4 üstə gəl kökətdə 15 kimi. Onsuz bu müsbət ədəddir də, toplama deyil. Onda bunun modulunun mənası yoxdur. Modulu silək buradan. Söp. Misalın davamında da çıxılsın 15 var. Bunlar xoşbəxt olur. Bir dənə 4 qalır cavabda. Başa düşürük? Aydındır bizə? Bəli. O əlləri niyə endirmişsiniz? Ağıllılar aşağı. Mən demədim endirməyin. Qaldırın indi bir zəhmət havaya. Qaldırmışdı da bə. Bizdən soruşmadınız. Təzədən başlayırıq da. Qurtardınız axı. Onda hamı sıfırlasın, sonra başlayaq. Sıralar qarışdı. Hə, sıralar qal. Onda fikirləşərdiniz. Necə yəni gəlməm. Onda sıra var, burada başqa sıra var. İndi bayaqki sıradan qalanlar deyəcək. Hə. Hamı sıfırlasın, indi keçək başa. Yaxşı. Mənim sıramda. Yəni sıfırlayın, bircə dəqiqə hamı sıfırlasın. Hamı sıfırlasın. Mən də sıfırlayım. Hə, sən də. Sıfırladım. Sıfırla Nurcan. İndi 3-2-1 deyəndə hələ deməmişəm. Onda əlləri qaldırarsan. Ya indi xeyirli sual gələcək. 1-2-3. Axırıncı sualları yazmışam. Mən oraya saxlayacağam. Yaxşı da, yaxşı. Endirin. 1-2-3. Görək birinciyə kim düşdü? Ədalət. Ədalət. Hardadır Ədalət? Ədalət başda 19. Bəli, mən burada Ay, mən qaldım, mənim sıram idi. Sən 7-ci oldun. Ay, mənim yox, mən nə O birinci sıradan qalıb, ay mənim. Ədalət pozuruyor artıq. Nurcan, sən birinci sıradan qalmışsan. Sən qalxmamışdı. Ya qalxmışdı, mən səhv xatırladım. Qalxmışdı, bizi salaşam, mən də saldım. Yaxşı, Allah sizi güldürsün. Nurcan izah eləsin 19-u, onda birazdan Ədalət, ikinci sual sənindir. Ha, oldu. Tamam. De Nurcan, gəlsin. Burada 2 kök altı 18-i yazaram. 2 kök altı 9 vurursan 2 kimi. Oradan da 3 çıxır. Option qalır orada 6 kök altında 2. Sonra kök altında 6 üstə gəlsin. Kök altında 3-ün mörtəzə kvadratında onları ayrı-ayrı şey açaram. Məsələn, nəticə olaraq gəlib şey çıxır cavab. 9 üstə gəlsin. 6 kökdə 2. Sonra da yazaram ki 2 kökdə 18 çıxılsın. O misalın ardına elə yazaram ki 6 kök altında 2 çıxılsın. 9 çıxılsın 6 kök altında 2. Orada da 6 kök altında 2 bir müsbət bir mənfidir getdilər. Qalır mənfi 9 C variantı. Qəşəng. Amma sadəcə birinci halda heç bundan kök almağa ehtiyac yox idi. 2 kökətdə 18 çıxılsın. Bunu bir dənə kvadrata yüksəltmək lazımdır. Baxın, burada yazmışam. Bəs onda 6 kök altında 2 almayacaqdım axı. İndi bir dənə gözlə. Hasilin 2 misli, ikincinin kvadratı. Yəni bu olur 9 üstə gəl 2 kökətdə 18. İndi biz bundan çıxmalıyıq 9 üstə gəl 2 kökətdə 18-i.
Çıxanda işarə dönür axı. Bu olur Hə. 2 kökətdə 18, çıxılsın 9, çıxılsın 2 kökətdə 18. Elə bunlar islah gedirdi da, eyni şeydən eyni şey çıxanda. Ona görə -9 qalırdı. Amma sən dediyin tamamilə doğrudur. Sadəcə mən deyirəm, artıq iş görməyək də, daha onsuz gedirdi. Amma düz deyirsən. Bəli. Davam edək uşaqlar. Silin bunu. Deməli belə. Ədalət. Hardadır ədalət? Ha, mən buradayım. Bəli. 20. De gəlsin. 20-də ifadəsində vurğu kök altına salın. Hə, burada mən kök altına salanda deməli b kvadratı vurulsun b bölü 6. Yəni o da eləyəcək 6b. Məncə yəni burada D variantı son qərar. Düz. Son qərar. Bəli, doğrudur. İndi bir dənə qayda deyəcəm. Bu düşür buraxılışa, qəbula yox. Uşaqlar, baxın, tutaq ki, A-nı sizə müsbət verib. Əgər A müsbətdirsə, misal üçün, kvadrat kökü aparanda ədəd çölə modul da çıxır axı demişik. Yəni, A-dan çölə A çıxır. Amma sizə A-nı mənfi versə, kökətdə A-nın kvadratı çölə modulda A çıxsa da, A mənfi olduğuna görə çölə əksi çıxır, yəni mənfi A. Bu bir. Bu, elə bir vurğu, deməli, kökdən azad etməkdir. Kökdən azad etməkdir. Bir də var, uşaqlar, misal üçün A kökətdə B. Deyir ki, A-nı içəri sal. İçəri salanda həmişə kök dərəcədən qüvvətə qaldırırlar. Bu olur A kvadrat vur B. Bir dənə yadınızda saxlayın. Əgər A müsbətdirsə, bəli, proses belədir. Amma A mənfidirsə, onda A kökətdə B-ni A-dı içəri salanda, burada da iki hal var ha. A-nı içəri salanda A çölə mənfisini qoyur, içəri girir, tamam mı? Bunu unutmayın. Baxın, əgər cüt dərəcədəndirsə, ədəd mənfi olanda çölə mənfisini qoyur, sonra girir içəri. Çox mədəni uşaqdır. Əgər ədəd mənfi olduğu halda kökün dərəcəsi tək dərəcədəndirsə, yəni 3-dürsə, bilirsiniz də burada heç nə yazılmayanda 2 olur, yəni cüt. Yazılanda isə qeyd olunur 3-cü dərəcədəndir. Əgər ədəd mənfi olduğu halda belə tək dərəcədən verilibsə kök, onda çölə mənfi qoymaq söhbəti yoxdur. Bu mədəniyyətsiz ədəd olur. İçəri ilə birbaşa girir. Yəni kök-ətdə A-nın kubu vurulsun B şəklində. Yaxşı. Bir dənə bunu ayırt edin. Vacibdən vacib məsələdir. Vacibdən vacib. Cüt dərəcədən olanda mənfini çölə qoyur, içəri girir, mədənidir. Amma tək dərəcədən olanda mənfi qarışıq heç nəyi göstərmədən elə birbaşa nə varsa özü girir içəri. Yaxşı uşaqlar. Bunu ehtiyatlı olun. Neyse, bu Ədalətin dediyi suala aid deyildi. Ədalətin sualında bizə deyir ki, B-ni içəri sal. Kök dərəcədən qüvvətə qaldırırıq. 6 bölünsün, B vurulsun, B-nin kvadratı. Burada B-lərin biri ixtisar gedir, amma biri qalır deyə cavab 6B olur kökün içində. Amma bundan sonraki sual mən deyəndən desən əlaqəsi var. Uşaqlar, mənim o bayaq izah elədiyimə oxşar sual, indi bilmirəm, burada bir dənə deyəsən olmalıydı. Yox deyəsən yoxdur, amma imtahanın düşür. 22. Deməli, ikinci şəxsimiz. Sənin sualın. Fidan, de, bizim izah elə. Burada deyir B sıfırdan kiçik olduqda kök altında 64 AB kvadrat ifadəsinin vurğu kök işarəsi altından çıxarın. Buradan 64-dən 8 çıxır. B də mənfi olduğu üçün qarşısına mənfi yazılır. Mənfi 8B kök altında A. Ay, sağ ol. Tamamilə doğrudur. Uşaqlar, diqqətli olun. Baxın, 64 8-in kvadratıdır, 8 çıxdı. B kvadrat da bilirsiniz ki, cüt dərəcədən olanda çölə modulu çıxır. Sadəcə indi B mənfidir deyə çölə əksi çıxmalıdır moduldan. Ona görə cavab bundan ibarətdir. Davam edək. Solmaz başa düşürük də, Nərmin başa düşürük də bunu. Bəli. Tamam, Fidan hoca əlinizi salın aşağı, danışanlar salsın aşağı. Fidan salsa, çünki sonuncudur hoca. Sonuncu çarxdır. Tünzələcim. Hadi, sıra səndədir. 23 nömrəli sual olmalıdır. Kökün nə vaxt mənası var Tünzələ? Kökün daxili sıfırdan böyük bərabər olanda. Uşaqlar,
Kökün o vaxt mənası olur ki, içi sıfırdan böyük bərabər olsun. O vaxt mənası olmur ki, nə vaxt mənası yoxdur? Mən 0 olanda. Sıfırdan kiçik olanda, sıfır olanda yox. Sıfır ola bilir da kök. Uşaqlar, sıfırdan böyük bərabər olanda mənası var, sıfırdan kiçik olanda mənası yoxdur. Tamam mı? Razılaşdıq da, unutmayın. İndi mənası var soruşur, onda bunun içini böyük bərabər götürürəm. Mənfi 10 üstə gəl 5x böyük bərabərdir 0-dan. 5x böyük bərabərdir 10-dan. X də böyük bərabərdir, tərəfi 5-ə bölsəm 2-dən. 2-dən böyüklər, 2-dən böyüklər də D bəndindədir. Getdik. Silirəm bunu. Yazmamışdınızsa qaytara bilərəm. Tünzəliyəcəyim, əlinizi salmısınız, hə salmısınız. Nuran 25 sənindir. De gəlsin. Necə yazarıq? Bunu mən qeyd etməmişdim. Bax da olsun indi. Tamam. Kök hətta 2-dən təxminən nə çıxır? Nəyin kvadratı ilə nəyin kvadratı arasındadır? Nə çıxır? 4 müəllim. 4-ün kvadratı 16 eləyir, Nuran. Yox. Nuran 1 ilə 2-dir da. 1-in kvadratı ilə 2-nin kvadratı arasındadır da. 1 ilə 4 arasındadır. Bu kök hətta 2. Onda sən deyirsən ki, bu kök hətta 2-dən təxminən 1,3 çıxır, misal üçün. Ata bilərsən nə istəsən. Bundan da bunu çıxanda 0,3 eləyir. Yəni, birinci halın cavabı 0,3-dür. İkinci hal kök hətta 5 üstə gəl 1-dir. Nuran, kök hətta 5-dən təxminən nə çıxır? Nəyinə nəyin kvadratı arasında? 2-nin 3 arasındadır. Aysel 2-nin kvadratı 4, 3-ün kvadratı 9. 4 ilə 9 arasındadır da 5. Deməli, 2 tam nə qədərsə, misal üçün deyə bilərsən 2,3. Üstə gəl 1. Bu deyilir 3,3. 3,3. Deməli, belə. Uşaqlar, biri 0,3-dür, biri 3,3-dür. Deyir, bu aralıqda neçə dənə tam ədəd var? Əlbəttə ki, 3 dənə. 1, 2, 3. Yaxşı, 0,3 ilə 3,3 arasında 1, 2, 3. 3 dənədir. Bunu silirəm. Gəlin davam edək. Nuran əli sala bilərsən aşağı. Sonra kimdədir? Nərmindədir. Nərmin, 29 nömrəli sual. Çox çətin sualdır Nərmin sənin üçün. De gəlsin. Axırdan başlayaq. Kök altda 9-dan 3 çıxır. 13 ilə toplayanda da kök altda 16, o da 4 eləyir. 16, bəli. Bundan da 4 çıxır yerinə. 4, onları da toplayanda 25. Oradan da 5 çıxır. Kök altda 4 üstə gəl 5. O da bərabərdir. Kök altda 9. O da 3 çıxır onda. Ay, sağ ol. Uşaqlar, sondan başlayırıq. Baxın, kök altda 9-dan şöyle 3 çıxdı. 13 üstə 3 gəldi 16. 16-dan şöyle 4 çıxdı. 4 üstə 21 gəldi 25. 25-dən çölə 5 çıxdı. 5 üstə də 4-ü gəldi. Elədi 9. Kök hətta 9-dan da ümumilikdə çölə 3 çıxır cavabdır. Və bundan ibarət. Silirəm bunu. Sadə sualdır. Gedək. Əli saldın. Tamam. İndi Jaleciyimdədir sıra. Jale 33 nömrəli sual. Burada müəllim hamısını kök altda 2 kimi eləyəcəm. Məsələn, 50-ni 25 vur 2, 32-ni 16 vur 2, 98-i də 49 vur 2 kimi yazıram. 25-dən çıxır 5, 5 kök altda 2, 16-dan çıxır 4, 4-ü 2 oranı 8, eləyir 8 kök altda, plus 8 kök altda 2, minus 7 kök altda 2, onu da hesablayanda 6 kök altda 2 qalır. Qəşəng, afərin sənə. Deməli, uşaqlar tamamilə doğrudur. Bir dənə gözləyin. 7 kök altda 2. Yaxşı. Uşaqlar, baxın burada. 25-dən çölə 5. 50-ni yazdım, 25 vur 2. 25-dən çölə 5 çıxır. 2 qaldı içərdə. 32-ni yazdım, 16 vur 2. 16-dan çölə 4 çıxır. Sadəcə qabaqda da 2 var deyə 4 2-nin 8 eləyəcək. Yəni 5 kök altda 2 üstə gəl 8 kök altda 2 çıxılsın. 98-i də yazdıq 49 vur 2 kimi. Bundan da 7 çıxır. Çıxılsın 7 kök altda 2. İndi 5 kök 2 üstə 8 kök 2 eləyir 13 kök 2. 13 kök 2-dən də 7 kök 2 çıxanda bu da eləyir 6 kök 2. 6 kök 2. Cavabdır. Yaxşı.
Deməli belə, davam eləyək. Bunu silirəm. 34 nömrəli sual. Nurcan, senin sualındır. Nurcan, de gəlsin 34'ü. Deyir 13 ədədin kəsr hissəsi ilə o ədədin hasilini tapın. 13 ədədin kəsr hissəsini nəyə tapacam ki, 13 ədədindən təxminən Nə çıxır? 16-ya yaxın olduğu üçün 3 saniyəcəsə çıxır. Yəni bunun onda kəsr hissəsi də belə olur da. 13 3 altında 13 çıxılsın 3. Ay, sağ ol. Uşaqlar, bir dənə gəlin qulaq asaq. Bizdən bunun kəsr hissəsini tapmağımızı istəyir ilk öncə. Düşüb bu bloka 23-cü ildə olmalıdır blok sualı. Bu asandır axı. Düşüb qızım, düşüb. Deməli belə, baxın uşaqlar kəsr hissəni qarışdırır da, kəsr hissəni tapa bilmirlər əksəriyyət. Deməli uşaqlar, ədədin kəsr hissəsini tapanda ədəddən tam hissə çıxılır. Yəni bizim burada verilmiş ədədimiz kökətdə 13-dür. Biz kökətdə 13-dən bunun tam hissəsini çıxmalıyıq. Tam hissədə təxmini tapılır ki, kökətdə 13-dən təxminən 3 tam nə qədərsə çıxır da. Məsəl üçün 3,3. Onda deməli bunun tam hissəsi 3-dür. Yəni bizim belə çıxır ki, ədədimizin kəsr hissəsi tapıldı. Budur. Bizdən də Ondan buranda da ki, kök altında 13'ün kvadratı çıxılsın, 3'ün kvadratı eləyir. Yəni ki 13 çıxılsın 9, 4. Bəli, tamamilə doğrudur. Bu da olur kökətdə 13'ün kvadratı, çıxılsın 3'ün kvadratı. Bu da eləyir 13 çıxılsın 9, yəni 4. Aferin sənə. Düzdür. Sileyim bunu. Gedək. Solmaz, sonuncu sual. Solmaz Aybikəm. Deməli, gəlin baxaq. Solmaz qızımdadır sıra. Solmaz 36 nömrəli sual. De gəlsin. Bu 36-da məxrəci bir-birinə vururuq. Olur kök altda 7 çıxılsın, kök altda 5 vurulsun, kök altda 7 üstə gəlsin, kök altda 5. Sürətdə də kök altda 7-nin kvadratı üstə gəlsin. Kök altda 7 vur, kök altda 5. Çıxılsın, kök altda 7 vur, kök altda 5. Üstə gəlsin, kök altda 5-in kvadratı. Məxrəcdə yenə müxtəsər vurma düsturu alınır. Olur kök altda 7-nin kvadratı çıxılsın, kök altda 5-in kvadratı. Buradan da 7 çıx 5, 2 alırıq. Sürətdə 7 üstə gəlsin, kök altda 5 çıx, kök altda 5, üstə gəl 5. Burada da kök altda 35'lər ixtisar olur. Qalır 7 üstə gəl 5, o da 12. 12 ilə də 2 ixtisar olur, qalır 6. Əla. Aferin sənə. Aferin sənə. Tamamilə doğrudur. Qəşəng. Uşaqlar, baxın, orta məxrəcə gətirdik. Biri kökətdə 7 çıxılsın, kökətdə 5-dir, biri də pilusudur. Orta məxrəc ilə bunların hasilidir. Sadəcə Ayşən xanım, baxın, birinci minusuydu, pilusa vurdumsa sürətini də vururam. İkinci pilusdur, minusa vurduğuma görə sürətini də vururam. Və proses, baxın, sürətdə olduğu kimidir. Burada qeyd eləmişik. İndi vurub açırıq, görək nə alınır. Vurub açdıqdan sonra alınan nəticədə 7-nin, kökətdə 7-nin kvadratı 7, kökətdə 5-in kvadratı 5-dir. 7-dən 5 çıxanda 2 qalır. Kökətdə 7-nin kvadratı 7, 5-in kvadratı 5, toplayanda eləyir 12. Və bunlarda çıxanda islah gedir də. 12-ni də 2-yə böləndə 6 eləyir. Bəli, tamamilə doğrudur. Davam edək, uşaqlar. Sileyim bunu. Deməli belə, əli qeybət çəkilib. Deyirəm axı bu uşaqlardan bir-ikisi yoxdur elə bil. Deməli belə, gəlin davam edək. Uşaqlar, bu 40-da eynisidir. 40-ı soruşmuram da evdə yazarsınız. Gəlin bir dənə buradan 46-ya baxaq. Aybikə, de gəlsin qızım, necə yazırıq? Aybikə, kvadrat kökü aparanda ədəd çölə necə çıxır? Modulda mən. Bəli, burada da kvadrat kökü aparanda ədəd çölə modulda çıxır. Sənə indi A-nı mənfi verib, B-ni müsbət verib. Mənfidən müsbət çıxanda mənfi elədiyinə görə əksini çıxardırsan. B minusa üstə gəl. Deməli, burada da A mənfi olduğuna görə çölə əksi çıxır. Mənfi A. Deməli, bu olur B minus 6. Yaxşı uşaqlar. Bayaq da buna oxşar birinə baxmışdım. Deməli, hamıdan soruşduqmu? Kimsə qalmadı aranızda? Bir dənə gəlin 48-i izah eləyək. Ayşən xanım, sizdən qalmışıq. Deməli, gəlin məni izah eləyim 48-i. Sonuncu sual olaraq da digərinə baxmayasıyıq. Ev tapşırığınızı verəcəm. Deməli belə, uşaqlar,
48 nömrəli sualda nə edəcəyik? Maraqlı sualdır. Bu 22 dərəcədir, bu 11 dərəcədir. Mən bu 22 var ha. Kök hətta 3 üstə gəl. Kök hətta 2-nin 22-ci dərəcəsi. Onu yazıram kvadratın üstündə 11 kimi. Həqiqətən 2-ni 11-ə vuranda 22 verir də, kompensasiya olundu. Gəlin kvadratı açaq. Bu olur kök hətta 3-ün kvadratı. Üstə gəl hasilin 2 misli. Üstə gəl kök hətta 2-nin kvadratı. 11-ci dərəcədən. Bu olur 3 üstə gəl 2 kök hətta 6. Üstə gəl 2. Bu da olur deməli neçə? Uşaqlar deməli 5. Kök altı 27 üstə gəl 5. Ay sağ ol. Bunun üstü 11. Yuxarıda da deyir ki bunu vur buna. Yəni kök hətta 24-də də baxarsınız 4 vurulsun 6 kimi. Ondan da 2 kök hətta 6 çıxır. Baxın bu kök hətta 24 var ha, birinci misalda. Bunu 4 vur 6 kimi baxsam 4-dən 2 çıxır. Yəni bunun yerinə 2 kök hətta 6 yazacağam yuxarıda. Deməli gətirib indi yerinə yazaq. Bu olur kök hətta deməli 2 kök hətta 6 çıxılsın 5 üstü 11. Vurulsun 2 kök hətta 6 üstə gəl 5 üstü 11. Uşaqlar, yuxarının dərəcələri eyni olduğuna görə bir dərəcənin içində bilirsiniz ki, qüvvətlər eyni olanda bir qüvvətin altında vur deyirsə vurursan, böl deyirsə bölürsən. İndi vur deyir a minus b, a plus b. Bu da kvadratlar fərqi. Yəni 2 kök hətta 6-nın kvadratı çıxılsın 5-in kvadratı. Bu da yəqin ki 1 filan eləyəcəkdir. Bu eləyir Mənfi 1 üstə 11, o da mənfi 1. Ay sağ ol. Bu eləyir 2-nin 4, 4 6-nın 24. 5-in kvadratı da 25. Mənfi 1, mənfi 1-i də 11 dəfə özünə vursan, yenə də mənfi 1 eləyəcək. Yaxşı, başa düşdünüz? Aydındır? Silirəm ha bunu. Nəysə, gələn dərs birdə baxarıq indi yazanmasaz. Deməli, uşaqlar, bu 52 düşmüş də imtihana ehtiyatlı olun. Buradan 63-ə qədər hamısı. O biri bölməni vermirəm amma. 63-ə qədər hamısını yazın köklərdən. Всё, bu qədər. Gələn dərs inşallah ki, bunlar haqqında daha ətraflı danışacağıq.